Salam əziz altıncılar. Bugünkü dərsimizdə isə səhifə 114-dəki Unit 7-nin tapşırıqlarına baxacaq. Gəlin ilk tapşırığımıza baxaq. Burada nədir? Bəzidir, sait səslər, vowels deyir. Nədir? Verilməyi biz onları yerinə qoyuq və past simple formasına, yəni keçmiş zaman formasında yazacağıq. Mövzunu oxuduqda biz artıq söhbətin nədən getdiyini anlayıb ona uyğun cümlələr qura bilərik. Birinci cümlədə sözü verib artıq. In 1774, William Herschel built a big telescope. 1774-cü ildə William Herschel böyük bir teleskop qurdu, yaratdı. Burada nə olacaq? S hərfi verilib. Burada da bizə demişdik ki, sait hərfləri biz yazmamışdıq. Burada olacaq used. The telescope to look at stars and planets. O teleskopu ulduzlara və planetlərə baxmaq üçün istifadə edirdi. In 1781, burada da bu hərflər verib, biz burada nə yazmalıyıq? Discovered olmalıdır bu söz. Discovered the planet Uranus and he became, burada da became, famous. 1781-ci ildə deyir, o Uran planetini deyir, kəşf etdi və məşhur oldu. Later, daha sonra, burada da bu hərfləri biz saitlər əlavə etdikdə nə olacaq? Making telescope. Later he started making telescopes. Daha sonra deyir, o teleskop hazırlanmağa başladı. Növbəti tapşırığımızda isə 2-də isə nə deyir? Cümlələri də vermiş informasiyaları deyir, cədvələ uyğundur. Cümlələrlə neyini işarələyib tamamlayırıq. Birincisini artıq bizə verib. Regular was working inside. Working hansıdır? Regular da budur. Bəli, buna işarə qoyub. Camilla was outside when it started to rain. Camilla deyir, neynir? Çöldə idi deyir. Yağış yağanda Camilla harda idi? Çöldə idi. Onda biz Camilla'ya neynirik? Baxırıq burada Camilla outside the closest shop. Harda olacaq? At school. Yəqin ki, burada olar da bu. Okay, sonra deyir ki, Camilla, sonra bu Camilla deyil. Bir dəqiqə yerləri səhv qoydum. Camilla. Camilla deyirdi, harda idi? Outside. Baxın, bax burada. Okay. Sonra nədən sonra? Helen wasn't outside the closest shop when it started to rain. Deyir ki, Helen deyir, çöldə deyildi, deyir. Paltar mağazasında idi, yağış yağanda. Burada olacaq onda harda? Helen in the shopping center'larda, yəqin ki, burada olar. Sonra deyir ki, this person was waiting for a bus outside the closest shop. Bu deyir, adam deyir, neynirdi? Çöldə deyir, avtobus dayanacağında deyir, gözləyirdi onu. Avtobus dayanacağı harda idi? Bax, waiting, bu da elə budur. Helendir. Daha sonra, this person was having lunch in a cafe in the shop. Mağazada deyir, qəlyanaltı edirdi bu insan. Hardadır qəlyanaltı etmək? Baxın, baxaq. Burada kim olar bu? Camille olar da. Eating a sandwich. Eating sandwich yazmayıb, amma yəqin qəlyanaltı edirsə budur da, Camille'dir. And this person was in the teacher's lounge. Həmin adam da deyir, neynir? Məktəbdədir. Yəni, teacher's lounge məktəbdə müəllimlər otağındadır. O da yəqin ki, regular idi. Məktəb otağında idi. İndi isə buna uyğun uşaqlar biz neyniyəcəyik? Biraz bunu böyüdüm. Baxın, burada biz cümlələri davam etdirir. Birinci, it started to rain while regular. Deyir ki, while regular was neyniyəcək deyəcək? Was working. Regular deyir, işləyərkən neynirdi? Yağış yağma başladı. Camilla was outside. Was outside. When'i yazıb artıq, buna yazmaq ehtiyacım. When it started to rain.
Yağış yağanda deyir, Camilla deyir, çöldə idi. Sonra it was raining. It was raining. Raining. While Helen was having lunch. Helen was, bu W'muz sıkıyor. Was having lunch. Okay. Bu da bitdi. Növbəti tapşırığımız isə bizim crossworddur. Crosswordda nə deyir? Təbiətə aid 10 dənə söz yazın. Hara getdik biz uşaqlar? Baxın, 10 dənə söz. Birini verib artıq. Birds, quşlar. Bəlkə bunu sarıldı. Bir dəqiqə yox bunu. Aha. Baxın, birds. Bunu özü verib. Aha. Birinci mən burada nə görürəm elə? Baxın, mən birinci trees, ağaclar sözünü tapdım. Sonra biraz da diqqətlə baxalım crossword uşaqlar. Hər sağa, sola, hər yerdə verə bilər. Baxın, buradan yuxarı gedəndə tərsə hill, təpə sözü yaranır. Aha, elə burada lake sözü varmış. Artıq 3-ünü tapdıq, 4-ü var da belə deyək. Bir də mənim gözümə nə gəlir burada? Aha, baxın, village. Village. Gördünüz? Baxın, bu söz burada yaranır. Village sözümüz yarandı. Bax, tərs olaraq oxusa flowers. Baxın, burada tərsdə flower sözü yarandı. Sonra bir də tərsə baxaq, hardan baxaq. S-E-A. Baxın, sea. Dəniz sözü yarandı burada. Village etmişdi. Baxaq, ocean. Okean. Baxın, okean da burada yarandı. Neçə sözümüz qaldı bizim? Baxaq, burada qırası, grass sözü görünür burada. Neçə oldu bu? 1, 2, 3, 4, 7, 8, 9. Bəs nə qaldı bizdə? Okey, baxın. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. 10-cu sözümüz tapa bilmirəm mən. Uşaqlar, bəlkə sizlər görəsiz. Belə bir söz. Amma mən hələ tapa bilmədim. Village sözünü tapdım. Grass da tapdıq. Sea də tapdıq. Birds də tapdıq. 4-ü var. 5, 6, 7, 8, 9-u var burada artıq. Amma digər bir dənə sonuncunu mən görə bilmədiyim üçün bəlkə sizlər tapıb yazarsınız orada. Hə, uşaqlar. Əgər kimlərsə tapırsa, digər mən çalışmamızı etdikcə yerində tapsam yazacağam. Aha, keçək növbəti tapşırığımıza da uşaqlar. Ola bilər mən çox fikirləşmək keçək buna. Nə deyir burada da? 4-cü tapşırığımızda isə bizdən nə soruşur uşaqlar? Deyir ki, Dan and his friend like to do different activities. Dan nə deyir, onun dostları müxtəlif fəaliyyətlər etməyi deyir, xoşlayır həftə sonunda. Və E'dən F-ə qədər deyir, oxuyun cümlələri və deyir, bu cədvəldə işarələyin. Then complete the sentence 3 last weekend. Keçən həftə uyğunda burada birdən 3-ə qədər cümlələrini necə tapacaq? Nə deyir? İndi baxaq burada kim nə deyir? Ellen loves to read outside. Ellen deyir, çöldə oxumağı sevir. Burada var, baxın. Garden, lake, beach. Garden bağda, beach, lake göldə, beach də çimərlikdə. Bunların hansına da onu işarələyəcəyik. Məsələn, Dan didn't take his dog to the lake. Dan götürməyib. Bu kimdir? Bu Dan'dir də, götürməyib, getməyib. Sonra bu Dan'a aiddir. Sonra no likes to swim. Bu harda olar? Çimməyi sevən budur. Not deyir, çimməyi sevir. Dan loves to run with his dog near water. Suyun kənarında deyir, Dan öz iti ilə qaçmağı sevir. Sonra bir dəfə də burada da sahildə olar yəqin ki bu. Sonra deyir ki, Ellen likes to look at birds and flowers. Ellen deyir, quşlara və güllərə baxmağı sevir. Bu da bir bağçadadır yəqin ki. Sonra da deyir ki, no, didn't go to the beach. O da getmir. Getmirsə, axı beachə getmədiyini onda bunu
silək, bu orada deyilmişdir. Notlayıb getmir ora. Okay. Daha uyğun gələnləri elə. No, elə burada olar. Bax. Burada isə biz bunu səhv yazdıq. Aha. İndi deyir ki, bu cümlələrə uyğun olaraq keçmiş həftə etdiklərinidir. Keçmişə uyğun yazaq. Sarı ilə yazsaq necə görünər görəsən. Then neynədir? Went to the beach. Then sahilə getdi. Ellen hara getdi? Ellen went to the hara gedib? Garden. Garden. Bağçaya getdi. Bağa getdi. Nuh hara getdi? Nuh. Nuh da gedib hara? Went to the lake. Gölə gedib. Belə. Bu formada bunları da belə deyək, izah etdi. Qalanları isə bir dənə burada bizim sözümüz qaldı. Onu da siz təbiətə aid belə deyək, sözlərinizdən cümlə görsəz burada, ya da mən videonu saxlayım, biraz da fikirləşib burada tapmağa çalışaram. Aha, nəhayət ki bu sözü tapdım mən. Neymiş bu uşaqlar? Field sözüymüş. Field sözü. Sahə, çöl, təbiətə aid. Aha, onuncusunu da tamamladıq. Siz uşaqlar bu tapşırıqlarımızı daha geniş də yaza bilərsiniz, amma qısa şəkildə də yazsanız normaldır. Məsələn üçün, Dan went to the beach. Neynirdi? Məsələn üçün, Dan neynirdi? Take his dog to the lake. Dan loves to run with them. Məsələn, Dan went to the beach and, məsələn üçün, burada yazabilir. And run with his dog. With his dog. Harda niyəsə kaosda yaza bilərsiniz. Yəni bu qədər uzun da yazmaya ehtiyac yoxdur. Məsələn, went to the garden. Elinin məsələn ikincidə. And listened to the bird. Məsələn, quşları dinləməyə başladı. Yəni bu cümlələrə uyğun olaraq davamlı və yaxud belə geniş şəkildə də yaza bilərsiniz. Bu qədər. Növbəti proyektimiz olacaq bizim. Artıq bizim belə deyək ki, 2 mövzumuz qalıb, proyektimiz qalıb. Bunları da növbəti dərslərimizdə izah edib və 6-cı siniflə sağollaşacağıq. Əgər sizləri maraqlandıran başqa sinif və tapşırıqları uyğun izahlar lazımdırsa, kommentlərdə yaza bilərsiniz. Uğurlar olsun.